Ötən il Dövlət Məşğulluq Agentliyi tərəfindən ümumilikdə 217.228 nəfər işsiz şəxs kimi qeydiyyata alınıb. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, onlardan 103.439 nəfəri qadın, 113.789 nəfər isə kişi olub. Qeyd edək ki, işsiz qadınlar arasında ali təhsilli şəxslərin sayı 12.827 nəfər olub və bu işsiz qadınların 12,4%-ni təşkil edib. Kişilər arasında da ali təhsilli işsizlərin sayı ümumi işsizlərin 12,4%-nə bərabər olub. Onu da bildirək ki, ali təhsilli şəxslərdən fərqli olaraq işsizlər arasında təhsil olmayanların sayı aşağı olub. Dövlət Məşğulluq Agentliyi tərəfindən qeydiyyata alınan ümumi işsizlərin cəmi 0,3%-i təhsilsiz şəxslər olub. Bu, ümumilikdə təxminən 652 nəfər deməkdir ki, onların da 207-si qadın olub. Bu, ümumilikdə təxminən 652 nəfər deməkdir ki, onların da 207-si qadın, 445-i kişi olub.